Gəncəzar şəhidimiz Ziyad Muradovun Azərbaycanın milli qəhrəmanı olan Mübariz İbrahimova həsr etdiyi şeir Babəkin nəvələri. Bugün səni anmaq üçün şəhidlər xiyabanına gəldi nə qədər insan. Mübariz İbrahimov, onları gətirən vardır, onları gətirən ardır, məzarı qucaqlayıb çoxları ağlayırdı. Onları gətirən ardır, düşmənlərin qanını İçdin bir zəli kimi, neçə namərdin başını, kəsdin Həzrəti Əli kimi, uyu yinə Mübariz, üç rəngli bayrağınla. Saçını tumarlayır, cənnətdə Fatma ana, onu doğuran qadın, şəhid üçün ağlama. Məhəmməd Peyğəmbərin nəvəsidir şəhidlər, o qoyduğu yolları gedəsidir şəhidlər. Mübariz İbrahimov, məzarının başına yığışıb dost, düşmən də ağlamayır heç bir kəs, tökməyirlər gözyaşı. Çünki gözyaşı yerinə qan töküb İbrahimov. Sən tarixi yaratdın, qanınla tarix yazdın. Çingiz qoyduğu izi sən yenidən ağartdın. Mübariz İbrahimov, səninlə fəxr eləyir atan, anan, qardaşın, baş daşına yazılsın ən böyük vətəndaşın. Hayas yasa batıbdır, biz Türk dirçəlib deyə, 50 milyon qalxanda dünya görən neyniyə? Ey Babəkin nəvələri, Koroğlu dəliləri, Dədə Qorqud sazında çalınır hücum zəngi. Siz Çingizin ötəri, Salatınım irəli, bürüsün qan gözünüzü, qalxın, deyin sözünüzü. Babəkin nəvələri. Gəncəzar şəhidimiz Ziyad Türksoy Qarabağlı.